13-cü sualın həllində bizdən ən sonda A-nı soruşur. Bu cür verilən ifadələrdə verilən ifadəni bərabər eləyək, misal üçün bir K-ya. Bu zaman nə olacaq? A bölünsün 4 bərabərdir K-ya. B bölünsün 5 bərabərdir K-ya. C bölünsün 6 bərabərdir K-ya. Bütün ifadələr bir-birinə bərabərdir və bu bütün ifadələri bir K-ya bərabərlədik. İndi buradan vurub deməli yazsaq, A olacaq 4K, B olacaq 5K, C olacaq 6K. Gətirib yerinə yazıb 30-a bərabər etsək nə olar? Bunların cəmi, buradan A üzərinə gəlinsin, B üzərinə gəlinsin, C 30-dur. A'mız var, B'miz var, C'miz var. 4K plus 5K plus 6K bərabərdir 30. Bu eləyir 15K bərabərdir 30. Buradan K-nı alırıq 2. Əgər K 2-dirsə, gətirib yerinə yazsaq nə olacaq? O zaman A olacaq 8, B olacaq 10, C olacaq 12. Bizdən nəyi soruşub? A-nı. Bizə lazım olan A-dır, cavab 8Y variantı.